şəhərdə zəngin tarixi mədəni irs yaranıb. Dəmirçilik, nalbəndlik, şəbəkə, dulusçuluq, papaqçılıq, ipəkçilik və onlarla istehsal sahəsi Şəki Sənət Məbədinin başlıca sütunlarını təşkil edir. Paytaxt nominasiyası proqramı da Şəkidə xalq tətbiqi dekorativ sənətinin inkişaf etdirilməsində yeni mərhələnin başlanğıcı hesab olunur. Belə bir paytaxt seçilməsi bütün xalq üçün yaxşıdır. Gənc nəsil daha da çox maraq göstərir sənətə. 18 əsas sənət sahəsi üzrə ustalar var biz çalışdığımız sənətkarlar evində. Onların hər birinin bir neçə dənə tələbəsi olur hər il. Belə götürsək, bir neçə ilə yüzlərlə Şəkidə sənətkarlar, ustalar yetişəcəkdir. Şəki Azərbaycanın sənətkarlıq paytaxtı 2010 ilinin açılış mərasimində çıxış edən Şəhər İcra Hakimiyyətinin başçısı Nazim İbrahimov da paytaxt nominasiyası proqramının sənətkarlığın inkişafına, tarixən şəhər